Hörmətli tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişinin növbəti efir saatında sizləri xoş gördük. Biz sülhə doğru gedirik. Eyni zamanda Qərbi Azərbaycanlılar düşünür ki, sülhə doğru gedən yol həm də Qərbi Azərbaycanlıların öz tarixi yurtlarına, yuvalarına gedən yoldur. Amma hansı statusda? Bu statusda müəyyənləşdirilir bir Qərbi Azərbaycana qayıdış konsepsiyasında. Vaxtı ilə vətəndaşı olduğumuz ölkənin, yəni Ermənistanın vətəndaşlıq hüququnu əldə edərək yenidən Ermənistana, öz tarixi yurdumuza, yuvamıza qayıtmaq istəyirik. Amma bu proseslərdə nələr baş verir? Bu günlərdə bilirsiniz ki, Avropa İttifaqı ilə Ermənistan arasında strateji tərəfdaşlıq gündəminlə bağlı bir layihə qəbul edildi. Baş nazir Paşinyan orada iştirak etdi. Sonra Xarici naziri Ararat Mirzoyan Brüsselə səfər etdi və bir qədər sonra imzalanan mətn ortaya çıxdı. Bax elə bu mətn və bu mətnin məzmunu ətrafında söhbət aparacağıq. Qonağımız Azay Quliyevdir, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əslən Qərbi Azərbaycanlı. Azay müəllim, xoş gördük. Xoş gördük Hikmət müəllim. Siz uzun müddət Avropanın müxtəlif strukturlarında Azərbaycanı təmsil etmişsiniz, üstəlik beynəlxalq hüququ yaxşı bilirsiniz, üstəlik diplomatik terminləri və onun nəyi ifadə etdiyini yaxşı bilirsiniz. İmzalanan sənəddə Ermənistan və Avropa Birliyi arasında yeni strateji gündəliklə bağlı imzalanan sənəddə Dağlıq Qarabağ ifadəsi işlədilir. Bir. İkincisi, Azərbaycandan didərgin edilmiş ermənilərdən danışılır. Mən istəyirəm, əvvəlcə bu hər iki hadisənin təsvirini və təfsirini verəsiniz. Yəni, doğrudanmı Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycandan didərgin edilib, orada qovuldular? Və əgər sülhə gediriksə, nəyə görə orada bir artıq olmayan və Ermənistanın da olmadığını qəbul etdiyi Qarabağ ifadəsi var? Bax, bu iki məsələdən başlayaq. Buyurun. Çox sağ olun Hikmət müəllim. Əvvəla dəvətinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Sizin bu verilişlərə imkan üstü baxıram. Çox maraqlı məsələlərə toxunursunuz. Ümumiyyətlə, Qərbi Azərbaycan televiziyası təkcə Qərbi Azərbaycana olan vətəndaşlarımızı, soydaşlarımızı deyil, bütün Azərbaycana, bütün Azərbaycan dostlarına xitabən fəaliyyət göstərir və bu da bizim ümumi bir missiyamızdır. Və bugün də elə sizin sualınızdan da belə başa düşürük ki, bizim əsas məqsədimiz doğrudan da regionda sülhün, əmin-amanlığın tam şəkildə bərqərar olması və Cənab Prezidentin müəyyən etdiyi sülh strategiyasının bütün hədəflərinə çatması üçün var gücümüzdən çalışmağımıza ibarətdir. Və bugün də dövlətimizin bu istiqamətdə gördüyü işlərin konkret nəticəsini görürük. Yeri gəlmişkən Azərbaycan həm də biz onunla fəxr edirik ki, Azərbaycan yeganə dövlətdir ki, müharibədə tam və birmənalı qələbə qazandı. Eyni zamanda sülhü də birmənalı şəkildə bərqərar etmək istiqamətində ciddi addımlar atır. Amma gələk məsələnin indi sualınızın əsas hissəsinə. Ermənistan doğrudanmı sülhə tam olaraq hazırdır? Ermənistan hər hansı bir alt niyyəti yoxdurmu? Və bugün 8 avqustda Vaşinqtonda paraflanmış sülh müqaviləsinin müddəaları nə deyir? Ermənistanın hazırki indi Avropa İttifaqı ilə imzaladığı sənədin məzmunu nə deyir? Siz xatırlayırsınızsa, Cənab Prezident çıxışlarında həmişə qeyd edirdi ki, biz sülhü təbii ki, bərqərar edəcək, amma biz bütün hər şeyi bitdi, hər şeyi öz həllini tapdı deyə düşünməməliyik. Bizim qarşımızda olan kimdir? Hansı dövlətdir, hansı ələnliyə malikdir, indiyə qədər bizim başımıza hansı faciələr gətirib, onu da unutmamalıyıq. Yəni, o fəlsəfədən də biz yanaşsaq, o konsepsiyadan biz yanaşsaq, görürük ki, doğrudan da Vaşinqtonda əldə edilən deməli, razılaşma ilə Brüssellə Ermənistan arasında razılaşma tamamilə fərqlidir. Burada fərqlərin siz ikisini qeyd etdiniz. Birinci, mən əvvəl onu deyim ki, Vaşinqtonda əldə olunan razılaşmalarda, yəni 17 maddədən ibarət sülh müqaviləsinin paraflanmasında orada bir çox müddəalar var idi ki, onların məhz əleyhinə Avropa İttifaqı ilə Ermənistan arasında sənəd imzalandı. Birinci oydu ki, qeyd etdiyiniz kimi, Azərbaycandan Dağlıq Qarabağ ifadəsi bizim üçün qırmızı xətt olan Dağlıq Qarabağ. Heç bir indi əhəmiyyət kəsb etmədən Dağlıq Qarabağ ifadəsi orada əks olunurdu və Azərbaycan hərbi əməliyyatları nəticəsində oradan deməli köçmüş ermənilərdən bəhs edir. Birinci orada
Azərbaycan dəfələrlə bilirsiniz, hamı bütün dünyada bilir ki, erməni vətəndaşlarımıza, yaxud vətəndaşlar olmaq istəyən və həmin o sakinlərə dəfələrlə müraciət edir ki, qalın, inteqrasiya olun. Bundan ötürü xüsusi nümayəndə təyin etmişdi cənab prezident. Bundan ötürü biz hətta xüsusi partiya yaratmışdıq. Kim qalıb yaşamaq istəyirsə, Azərbaycan qanunları, konstitusiyasını qəbul edib yaşamışsa yaşasın. Onlar netlə, onlar könüllü şəkildə miqrasiya etdilər. Onlar köç deyirlər, onlar qaçqın deyirlər. Onlar hansı bir formada güc yoluyla çıxarılan deyirlər. Biz bir də reallığa baxaq. Onların necə getdi Qarabağdan? Biz gözəl bilirik. Gül, çiçəklə, polis yolda onlara su verdi. Polis ondan uşaqlarına şokolad verdi. Deyin görün biz 88-ci ildə Ermənistana gələndə bizi nə günə qoydular? Bizi nə qədər ölən öldü, nə qədər bizi 9 saat, 10 saat vaxt verdilər. Çıxmasanız sizi biz güllə baran edəcəyik. Yaxud da bizim elə öz Azərbaycan ərazimizdə olan məsələlər. Kəlbəcərdən çıxmaq üçün 6-7 saat vaxt vermişlər ki, çıxmasanız sizi güllə baran edəcəyik. Elə də etdilər də. Nə qədər biz soyqırma məruz qaldıq. Yəni, Avropa İttifaqı və Ermənistan bu məsələdə bu cür yanaşması açıq-aşkar siyasi riyakarlıqdır və qərəzdir. Daha sonra qeyd olunur ki, bunların statusu, bunlar qaçqın statusunda olacaqlar. Bunlar qaçqın statusunda ola bilməzlər. Birinci onların vətəndaşlarına biz baxsaq, Qarabağdan gedən insanların çoxu ya Rusiya vətəndaşıdır, ya Ermənistan vətəndaşıdır, ya da başqa ölkə vətəndaşıdır. Bunun birinci tərəfi bu qərəz. Təkcə bunun təəssüflər olsun ki, yekunlaşmadı Avropa İttifaqının Ermənistanın bu, mən deyim ki, sövdələşməsi. Burada dırnaqarası hərbi əsirlər ifadəsi var. Haradadır hərbi əsirlər? Güya Ermənistan yaxud da Avropa İttifaqı bilmirəm ki, hərbi əsrin definisiyası yaxud da bu anlayışın mənası nədən ibarətdir? Bu adamlar hansı ki, bugün Azərbaycan məhkəmələrində cavab verirlər, bunlar yəni vizual olaraq hamının bildiyi çox böyük bir cinayət törədiblər. Onlar hərbi cinayət törədiblər, yəni müharibə cinayət törədiblər. Onlar insanlıq əleyhinə cinayət törədiblər. Məsələn, deməli, Arayik'in Gəncənin bombalanmasından bağlı verdiyi əmri kim unutdu? Onu publik şəkildə bunu etiraf etdi və s. Üçüncü əsas məsələ. Biz həmin o müqaviləni, yəni sülh müqaviləsi ratifikasiya edən, daha doğrusu paraf edən zaman bir müddət var orada. Səhv etmirəmsə 15-ci maddədə. O maddə deyir ki, tərəflər bundan sonra hər hansı bir məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib bir şikayət etməyəcəklər. Yaxud da hər hansı bir iddia ilə sürməyəcəklər. Amma bunun əksinə həmin o deməli Brüssellə imzalanan sənəddə nə deyir? Ermənistanın deməli beynəlxalq ədalət məhkəməsində verdiyi bütün o Azərbaycan əleyhinə olan iddialar dəstəklənəcəkdir. Yəni bu nə deməkdir? Bu deməkdir ki, sözdə sonra gələk hələ bu şeyə, bu Trump yoluna. Biz Zəngəzur deyirik, indi orada Vaşinqtonda Ermənistana keçən istəyən trip adlandırırlar. Təsəvvür edin ki, bu adamların Yerevanın sən riyakarlığına bax, rəsmi İrəvanın. Bir cümlədə olsun, həmin o əlaqələndirilmə, o beynəlxalq deməli, nəqliyyat o şəbəkəsi haqqında söhbət edən zaman onları bir uydurma bir deməli yol qovşağıdır, sülh qovşağı adlanan bir ideyası var. Onu ora salıblar. Yəni bugün rəsmi imzaladığı üç tərəfli bəyannamədə əksini tapan o Trump yolundan bağlı bir cümlədə yoxdur. Yəni bu nəyi bizə deyik? Bu bizi nəyə diktidir? Baxın, çox pafoslu bəyanatlar verir Ermənistan, Paşinyan, biz edərik. Amma bir dənə də pratik adım atırmı? Xeyr. Azərbaycan nə dedi? Azərbaycan bütün o sülh gündəlini müəyyənləşdirdi. Paraflamağa imza attırdı. Adəti Minsk ləğv elətdirdi. Ondan sonra Ermənistana deməli qoyulan beynəlxalq tranzit məhdudiyyətini aradan qaldırdı. İndi neft məhsullarından bağlı onların ehtiyacı oldular, müraciət edəcək təqdirdə artıq birinci partiyaya göndərildi. Onların hamısı yəni Azərbaycan bugün sülhlə bağlı pratik adımlar atır. Ermənistan isə bunu etmir, bir tərəfdən belə bir fon yaradır, digər tərəfdən gələcək üçün mina hazırlayır. Ona görə də Hikmət müəllim, biz haqlıyıq. Bəzi yoldaşlar, bəzi adamlar deyir ki, yox, gələk konstitusiyada dəyişiklik edilmədən biz bir müqavilə imzalayardıq. Xeyr. Biz konstitusiyada dəyişiklik edilmədən bizə qarşı olan o ərazi iddiaları aradan qaldırmadan biz onu imzalaya bilmərik. Və bugün ayın 2-də, dekabrın 2-də Ermənistanla
Brüssel arasında imzalanan sənəddə olan müddəalar bir daha göstərdi ki, bunlara etibar etmək olmaz. Çox doğrudur. Bizim ermənilərlə birgə yaşayışımızın təqribən 200 il yaşı var. Onun 100 ili sadəcə Azərbaycan arasında yaşamaqla qonşuluq münasibəti olub. Son 100 ildə isə biz ermənilərə verilmiş o süni dövlətlə rəsmi dövlət qonşuluq siyasəti aparmalı olmuşuq. Hər iki tarixi biz yaxşı bilirik və hər iki tarixdə Ermənistanın və yaxud ermənilərin necə davrandığını görmüşük. Ona görə də çox doğru buyurursunuz ki, biz 1918-ci ildə 9000 kvadrat kilometr ərazini Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verərkən də sonraların nələrin baş verdiyini gördük. Sovet dövründə də 48-53-cü illərdə yadımda salaq, 87-91-ci illərdə yadımda salaq, bugün də yadımda salaq. Ona görə çox haqlısınız. Heç olmasa biz mütləq o hüquqi bazanı təmizləməliyik ki, onların əlində bir sənəd qalmış olmasın. Sülhə gedən yol da, hörmətli tamaşaçılar, buradan keçir. Hörmətli Azam sizə təşəkkür edirəm. Verilişimiz başa çatdı. Ancaq mən düşünürəm ki, hörmətli tamaşaçılar, bu anlaşmanın bəzi digər nüansları var ki, növbəti verilişlərimizin birində mən hörmətli Azam müəllimi yenə qonaq edəcəm. Sağ olun, gələn görüşlərə dək.